Xalq artisti Ağadadaş Ağayev təpədən dırnağa verilişində qonaq olub. Sənətçi fiziki məhdudiyyətli insanların bəzi səbəblərdən evdən çıxarılmamasını pisləyib. Bir dəfə Almaniyada küçədə dolaşanda 50 arabasında olan insanların nə qədər çox olduğunu gördüm. Onlar üçün xüsusi yollar da ayrılıb. Şükür etdim ki, Azərbaycanda belə insanlar azdır. Bakıya gəldim, qızım Leylanın əməliyyatları üçün zənglər edirdim. Onlarla danışırdım ki, Almaniyada fiziki imkanları məhdud insanlar çoxdur. Sonradan anladım ki, bizdə oradan da çox imiş, amma mentalitetimizdə qəbul olunmayan valideyn yanaşmaları o dərəcəyə gəlib çatıb ki, biz o uşaqları evdə dustaq edib divarlara məhkum etmişik. Amma deməmişik ki, onlar da bizim cəmiyyətimizin bir parçalarıdırlar. Onlara cəmiyyətə qazandırmaq lazımdır. Allahın bizə verdiyi ən böyük nemət odur ki, evdə övladımız var. Mənim üçün heç bir övladım Leyla ola bilməz. O başqa ruhdur deyə Ağadadaş Ağayev bildirib. Qeyd edək ki, Ağadadaş Ağayevin ilk evlilikdən 3 oğul, ikinci nikahından bir qız, bir oğul övladı var.